وذكر فإن الذكرى تنفع المؤمنين. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Elhamdülillah, Allah subhanahu teala müvəffəqiyyəti ilə qardaşlarla toplaşdıq və biz şərh Kitab el-Kəbair, Böyük Günahlar kitabının şərhinə davam edirik. Və keçən dərslərdə biz iki görüş elədik və kitabın müqəddiməsindən danışdıq, müqəddiməni götürdük və müəllif haqqında məlumat vermişdik. Və dedik ki, şərh də Şeyx Salih Əl-Fovzana aiddir. Şeyxin şərhini oxuyuruq. Və biz qalmışdıq deməli Kitab el-Kəbair. Və bugün də buradan davam edirik. Və Şeyx Salih Əl-Fovzan dərhal gətirir, deyir ki, deməli müəllif Muhammed Ət-Təmimi rahimehullahdır. Muhammed ibn Abdülvəhhab tanınmış adı ilə. Və biz müəllifin sözünü oxuyacağıq. İnşallah bugündən artıq başlayırıq. Müəllifin sözləri gələcək. Sonra isə həmən sözləri Şeyx Salih Əl-Fovzan şərh edəcək. Və ona görə diqqətlə qulaq asın. Hətta ayıra bilərsiniz ki, müəllifin sözü hansı idi? Şeyx Fovzanın sözü isə hansılardır? Qarışmasın. Dərhal müəllifin sözünü gətirir və deyir ki, Qalə Şeyx Əl-İmam Əl-Mücəddid Muhammed ibn Abdülvəhhab rahimehullah təala. Deyir İmam Muhammed İbn Abdülvəhhab rahimehullah deyir ki, Bismillahirrahmanirrahim. Və bu da bütün kitab yazanların etdiyi əməldir. Muhammed sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olaraq ki, onlar kitablarını Bismillahirrahmanirrahim ilə başlayırlar. Sonra deyir ki, müəllif və bihi nəstəin və Allahın adı ilə başlayırıq və Allahdan kömək istəyərək başlayırıq. Sonra dərhal kitabın babları açır və o babların birincisi də Kitab el-Kəbairdir. Babın adını deyir, Kitab el-Kəbair. Böyük günahlar kitabı, yəni böyük kitablar babı, fəsli. Və Muhammed ibn Abdülvəhhab rahimehullah bu fəsli açan kimi iki dənə ayə gətirir. Və biz ayələrə diqqət edəcəyik, oxuyacağıq. Fikir versək, ayələr isbat edir ki, günahlar iki qismə bölünür. Böyük və kiçik olmaqla. Biz keçən dəfədə görüşlərimizdə qeyd etdik ki, günahlar iki qismə bölünür, böyük və kiçik olmaqla. Və bugün həmən məsələ biraz daha təfsilatlı, dəlillə qarşımızdadır. Muhammed ibn Abdülvəhhab rahimehullah isbat edir ki, günahlar iki yerə bölünür. Hansı ayələrlə? Dərhal ayəni gətirir. Allah subhanahu wa ta'ala buyurur ki, İn təctənibu kəbairə mə tunhəvnə anhu nukaffir ankum seyyiatikum. Allah subhanahu wa ta'ala buyurur ki, əgər böyük günahlardan üz çevirsəniz, qadağan olunduğunuz böyük günahlardan üz çevirsəniz, Allah sizin günahlarınızı bağışlayar. Fikir verin, Allah subhanahu ki, böyük günahları tərk edəsəz, etməsəz, onları tərk edəsəz, Allah sizin günahlarınızı bağışlayar. Allah subhanahu hansı günahları bağışlayır? Biz zaten bütün günahlar böyük olsaydı, böyük kiçik deyə bölgü olmasaydı şəriətdə, onda ayənin mənası düzgün olmazdı. Çünki Allah subhanahu ki, böyük günahları etməsəz, tərk edəsəz, Allah sizin günahlarınızı bağışlayar. Hansıları bağışlayır bəs? Deməli, yerdə kiçik günahlar var, onları. Deməli, günahların ikinci bir qismi var. Hansı ki, Allah onları bağışlayacaq, biz böyükləri etməsək. Və sonra ikinci ayəni gətirmədən Şeyx Salih Əl-Fovzan dərhal şərhə başlayır. Bu ayənin şərhinə baxağın. Deyir ki, Şeyx Salih Əl-Fovzan deyir ki, ayəni oxuyur. İn təctənibu kəbairə mə tunhəvnə anhu. Əgər sizə qadağan olunmuş böyük günahları tərk edəsəz, dedi Allah subhanahu ta'ala Quran-ı Kərimdə. Və şeyx deyir ki, və fihi dəlilun alə ənə zunubə tənqasimu kəmə zəkarana ilə kəbair və sağayr. Deyir, bu ayədə dəlildir, bizim əvvəldə deyir, zikr elədiyimiz şeyə. Günahlar iki qismə bölünür, böyük, kiçik. Allah subhanahu deyir ki, böyükləri tərk edəsəz, Allah sizin günahlarınızı bağışlayacaq. Hansını? Yəni kiçikləri bağışlayacaq. Qardaşlar, biz iki görüşümüzdə, müqəddimələrdə bu məsələlərə əslində toxunmuşuq. Bugünkü mövzu haqqında əslində biz danışmışıq demək olar ki. Sadəcə bugün inşallah biraz təkrar meyilli olduğuna görə mən bəzi yerləri ötürəcəm. Tamam. Sonra bu ayənin davamında Allah subhanahu teala buyurur ki, əgər böyük günahları tərk edəsəz, Allah sizin günahlarınızı bağışlayacaq. Sonra da deyir ki, وَنُدْخِلْهُمْ مُدْخَلًا كَرِيمًا. Sonra da sizi hörmətli bir yerə daxil edərik. Yəni cənnətə. Və şeyx deyir ki, وَهَذَا وَعْدٌ مِنَ اللّٰهِ. Bu da Allah subhanahu teala bizə verdiyi vədidir. وَفِيهِ رَدٌ
aləl xavaric vəl mu'təzilə. Və biz əvvəldə xavariclərdən, mü'təzilədən danışdıq. Onların etiqadı, böyük günahlar məsələsində, onların imanında halı və s. bundan danışdıq biz. Şeyx deyir ki, bu ayədə də xavariclərə və mü'təziləyə rəddiyə var. Və həmçinin onların mənhəcinin, məzhəbinin fəsad olmasının bəyan olunması var. Qardaşlar, fikir versəz, əslində bu ayə xavariclərə açıq-aşkar rəddiyə deyil. Amma Şeyx Fovzan deyir ki, bu ayədə fikir verin, demir bu ayə onlara rəddi birbaşa. Deyir ki, bu ayədə onlara rədd var. Yəni müəyyən bir qismdən rədd var. Yəni tam olaraq bu ayə ilə sən xavariclərə rəddiyə verə bilmərsən. Bu ayə qismən onlara hansısa bir tərəfdən rəddiyədir. Hansı tərəfdəndir? Əslində burada təfsilata getmir Şeyx. Bu söz deyir, dayanır. Amma Şeyxin muradı nədir? Burada qəsd olunan nədir? Nəyi demək istəyir? Nəyi işarə etmək istəyir? Fikir versəz xavariclərin əqidəsinə, onlar böyük günahları küfrdən eyni tuturlar. Ona görə də onlar böyük günah sahiblərini təkfir edirlər. Deyirlər ki, hər bir böyük günah küfrdür özü. Onlar küfrlə böyük günahları ayırmırlar bir-birindən. Onlar üçün eyni şeydir onlar. Şeyx Fovzan bu ayədə onu bildirmək istəyir. Allah Subhanahu və Teala böyük günahları ayrı bir kateqoriya olaraq bizə zikr edir burada. Fikir verin, böyük və kiçik olaraq ayırır. Amma Allah Subhanahu bir çox yerlərdə küfrü isə küfr olaraq adlandırıb. Deməli Allah Subhanahu günahların qismini böyük, kiçik və küfr olaraq ayırıb üç yerə. Amma xavariclərin burada da problemi. Onlara görə hər bir böyük günah zaten küfürdür. Məsələn, onların mənhəcləri ilə, etiqadları ilə biz bu ayəni tərcümə eləsək sizə, başa düşmək istəsək, belə olur ki, Allah Subhanahu deyir ki, böyük günahları tərk edəsəz. Belə olmalı idi ki, əgər siz küfrü tərk edəsəz, Allah sizin günahlarınızı bağışlayar. Çünki onlara görə böyük günah küfürdür. Ayənin tərcüməsi olacaq ki, əgər siz küfrü tərk edəsəz, Allah sizin kiçik günahlarınızı bağışlayacaq. Və bu da səhvdir. Yəni, Şeyx Fovzan onlara rəddiyə verir. Hansı cəhətdən? Böyük günahların küfür olmaması cəhətindən. Yəni, ayrı bir kateqoriya olması cəhətindən. Və həmçinin deyir ki, xavariclər deyirlər ki, çünki böyük günah sahibləri millətdən çıxır, yəni İslam dairəsindən çıxır və deyir, biz bu barədə təfsilatda danışmışıq. İndi əvvəlki dərsdə olan qardaşlar bilir. Ona görə mən çalışıram ki, təkrar olan yerləri ötürək biz. Və sonra deyir ki, biz bu məsələdə artıq böyük günahların hökmü barəsində, böyük günah sahibinin təkvir olunub olunmaması, onun hökmünün nə olması, İslamdan çıxıb çıxmaması məsələsində təfsilatlı danışdıq və bildik ki, bu məsələdə haqq olan, doğru olan əhl-i sünnə vəl cəmaənin nədir? Əqidəsidir, məzhəbidir, etiqadıdır. Hansı ki, əhl-i sünnənin əqidəsi də Şeyx deyir ki, əl-bə'idu kulləl-bu'd anil ifrat və təfrid. Hansı ki, həddi aşmaqdan və səhlənkarlıq eləməkdən əhl-i sünnə nədir? Uzaqdır. Bunun ortasında da əhl-i sünnə vəl cəmaə. Sonra böyük günahların iki qismə bölünməsinin ikinci dəlili Muhammed İbn Abdülvəhhab müəllif, yenə deyirəm, qarışdırmayın, müəllif ikinci bir ayəni gətirir. Allah Subhanahu teala buyurur ki, Əl-ləzinə yəctənibunə kəbairal ismə, fikir verin, Allah Subhanahu teala kəbairal ism deyir. Birbaşa böyük günahları deyir. Vəl-fəvahiş illəl-ləmə. O kəslər ki, böyük günahları və pis əməlləri tərk eləyərlər, kiçiklər istisna olmaqla. Deməli, Allah Subhanahu ləməm, burada necə ki, alimlər izah edirlər ki, ləməm ayədə keçən, yəni kiçik günahlar qəsd olunur. Allah Subhanahu özü günahları iki qismə bu ayədə də bölür. Və şeyx deyir ki, bu ayə də dəlildir günahların iki qismə bölünməsinə. Ayədə keçən kəbairal isim deməli asiliklərdir. Amma ayədə keçən illəl-ləməm, şeyx deyir ki, onlar da əs-sagair, yəni kiçik günahlardır. Deməli, biz bundan bildik ki, bəli, günahları böyük və kiçik olmaqla iki yerə bölmək şəriətimizdə düzgündür. Sonra isə burada şeyx gözəl, faydalı bir məsələyə toxunur, qardaşlar. Diqqətlə qulaq asaq. Şeyx deyir ki, kiçik günahlar bəzi salih əməllərlə insandan silinib gedə bilir. Onlardan da biz vurğulamışdıq əvvəlki dərslərimizdə. Şeyx təzədən təkrarlayır, biz oxuyacağıq inşallah buranı. Deyir ki, ən birincisi, kiçik günahları insandan silib təmizləyib aparan
əməllər İctinab əl-kəbair. Böyük günahları tərk etmək. İnsan böyük günahları etmədikdə Allah subhanahu teala onun səbəbi ilə insandan kiçik günahları təmizləyir. Necə ki özü ayədə buyurduğu kimi. Və minhə əs-salavat əl-xams. 5 vaxt namazın qılınması kimi. 5 vaxt namazın qılınması insandan kiçik günahları silib aparır. Və həmçinin və minhə əl-məsaib əlləti tənzilu bil-insan minəl-əmradi vəl-əsqam vəl-humum və mavtul əqarib. Və həmçinin dedik ki, şeyx, müsibətlər. Hansı ki, insanın başına gələn müsibətlər, o müsibətlər də növlərə bölünür. Xəstəlik olsun, insanın taqətsizliyi olsun, o da müsibətlərdəndir. Və həmçinin qəm-kədərin baş verməsi olsun. Və həmçinin yaxınlardan kimisə itirmək, qohum-əqrabadan kimisə itirmək. Bu özü müsibətdəndir. Və bunlarla da nədir? Allah subhanahu teala insanın kiçik günahlarını ondan təmizləyir. Sonra deyir ki, hətta şəvkətu yuşakuhəl muslim kəmə varada fil hədis. Həmçinin müsəlmanın, bir müminin ayağına batan bir tikan belə olsa, Allah subhanahu teala onun səbəbi ilə insanın kiçik günahlarını bağışlayır. Necə ki, deyir bu hədisdə gəlib. Və bütün bunlar deyir, kiçik günahları təmizləməsi üçün kəffərə olan əməllərdir. Və bunlar da Allah subhanahu teala bizə lütfüdür deyir. Və həzə min fadlillahi azze və cəllə. Və Allah azze və cəllə bizə lütfüdür. Və kəzə qavluhu teala fil ayətil uxra min surati şura. Və həmçinin Allah subhanahu teala Şura surəsində buyurur ki, وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِسْمَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ. Və bu ayə də deyir şeyx, dəlildir günahların iki qismə bölünməsinə. O kəslər ki, böyük günahlardan uzaq durarlar və qəzəbləndikləri vaxtı, burada bir gözəl bir fayda var ayədə, və qəzəbləndikləri vaxtı bağışlayarlar. Adətən insanın halı budur ki, qəzəbləndiyi vaxtı cəzalandırır. Qəzəbləndiyi insanı cəzalandırmaq istəyir. Allah subhanahu teala isə möminləri vəsfləndir ki, onlar nədir? Qəzəbləndikləri zaman bağışlama yolunu tuturlar. Gözəl bir faydadır. Hiyə dəlilun axar alə ennəl əsam. Və şeyx deyir ki, bu da dəlildir ki, başqa bir dəlildir ki, günahlar iki qismə bölünür. Sonra isə müəllif İmam Muhammed Ət-Təmimi rahimehullah əsl adı ilə dedi ki, daha doğrusu məşhur adı ilə, bilinən adı ilə Muhammed ibn Abdülvəhhab rahimehullah İbn Abbasdan bir rəvayət gətirir. Biz əvvəlki dərslərimizdə dedik ki, böyük günahları bilmək üçün bəzi əlamətlər var. Və dedik ki, müəllif İbn Abbasdan onu gətirib və hal-hazırda gətirir. Biz buranı qəsdləmişdik. İndi inşallah onu oxuyacağıq. Əlamətləri demişdik. Elhamdülillah. Tamam. Oxuyağın rəvayəti deyir ki, Rava İbn Cərir an İbn Abbas. İbn Abbasdan rəvayət edir. Deyir ki, İbn Abbas radiyallahu anhuma qal el-kəbair böyük günahlar və kəbairi şeyx burada izah edir. Yəni ki, asiliklər, hansı ki Allah Subhanahu taala qadağan elədikləri qəsd olunur. Kəbair yəni böyük günahlar. Kullu zənbin xatəməhullahu binar. Sən nə ilə bilirsən ki, Allah Subhanahu taala ümumən Allah Subhanahu taala nəyi qadağan eləyibsə, nəydən çəkindiribsə, o haramdır və günahdır. Və sən necə biləcəksən Allahın hansı qadağanı böyük günahdır? Bunun üçün bəzi əlamətləri var. Onlardan da İbn Abbas deyir ki, o günah ki, Allah subhanahu teala onun cəzasını odla xəbər verib, bil ki, o böyük günahdır. Məsələn, qadağan edib bir əməli, sonra deyib ki, kim bunu eləyərsə ona od var. Bilirsən ki, böyük günahdır. Əv lə'lətin və yaxud da Allah subhanahu teala bir günahdan çəkindirib, sonra da o günahın sahibinə lənəti olacağını bildirib. Bilirsən ki, böyük günahdır. 4 dənə əlamət idi. Əv qadəbin, əv əzəbin. Və yaxud da Allah subhanahu teala o əməl sahibinə qəzəb eləyəcəyini deyib və yaxud da əzab verəcəyini bildirib. Bu 4 dənə əlamətlə sən bilirsən ki, o günah böyük günahdır. Sonra şeyx burada bir-bir bunları izah edir. Və şeyx deyir ki, yəni o günahlar ki, Allah subhanahu teala necə ki əvvəldə dediyimiz kimi təkrar deyə hamısını oxumadıq. Allah subhanahu teala bir günahdan çəkindirdi və sonunda bu 4 şeydən biri ilə yekunlaşdırdısa, artıq qərar verirsən, bilirsən ki, o böyük günahdır.
Sonra isə müəllif rahimehullah Muhammed Ət-Təmimi rahimehullah İbn Abbasdan başqa bir rivayət gəlir. Qardaşlar, burada artıq biz başa düşdük ki, günahlar iki qismə bölünür. Böyük və günah olmaqla. İndi isə başqa bir mövzuya keçirsək, deyir ki, İbn Abbasdan rivayət gətirir. O da mövzu nədir? Günahların sayı, böyük günahların sayı. Böyük günahların sayı neçədir? Çünki hədislər var. 4 qeyd olunub, 7 qeyd olunub və sahabələrin qövülləri var, sələflərin qövülləri var, rəqəmlər var. Say nədir? Onu bilmək üçün şeyx indi o məsələyə keçir. Deyir ki, وَلَهُ عَنْهُ, yəni İbn Abbasdan deyir, təzə başqa bir rəvayət daha var. Qalə, sadəcə bu rəvayəti müəllif şahid hissəsini gətirib. Biz rəvayətin əslinə qayıtsaq, görərik ki, İbn Abbasa gəlirlər, sual verirlər. Biz oranı da desək daha aydın olacaq. Gəlib sual verirlər ki, böyük günahlar 7-dirmi? Çünki bir hədisdə gəlir ki, 7 həlak edici günahdan çəkinin. Gəlib sual verirlər ki, yəni həlak edici günahlar, böyük günahlar 7-dirmi? Bundan başqa yoxdurmu? İbn Abbas deyir ki, qal. Müəllif şahid hissəni, bu hissəni gətirib. Deyir ki, hiyə ilə 700 əqrabu minhə ilə 7. Əksinə deyir, o 700-ə yaxındır. Nəinki 7-yə. O 700-ə yaxındır, nəinki 7-yə. İrəlidə gələcəyi İbn Abbasdan bu rəvayət başqa ləfslə var. Deyir ki, o 70-ə yaxındır, nəinki 7-yə. Bu rəvayətdə isə dedi ki, o 700-ə yaxındır. Yəni İbn Abbas radiyallahu anh sahabədir. Nəyi demək istəyir bu sözlə? 700-ə daha yaxındır. Konkret 700-ün özünü mü qəsd edir? Xeyr. Ərəblərdə 7, 70, 700 bu kimi rəqəmlər çoxluğu bildirmək üçündür. Yəni İbn Abbas bildirmək istəyir ki, bu sualı verənlərə 7 deyil. Əksinə çoxdur. Sayı bilinmir, çoxdur. Çünki hər bir günah böyük günah ola bilər. Hətta ən kiçik günah belə üzərində israrlı dayanmaqla böyük günaha çevrilə bilir. İbn Abbas radiyallahu anh bu sözündən sonra davam edir. Deyir ki, غَيْرَ أَنَّهُ لَا كَب۪يرَةَ مَعَ الْاِسْتِغْفَارِ. Bununla yanaşı böyük günahlar 700'e yaxındır, nəinki 7. Sonra deyir ki, bununla yanaşı Allah'tan bağışlanma istəməklə yanaşı böyük günah deyə bir şey də yoxdur. Yəni sən nə qədər böyük olur olsun o günah. Sən Allah'tan bağışlanma istəyirsənsə Allah qatında o kiçilir, Allah sonra onu bağışlayır və əhv edir. O mənada. وَلَا صَغِيرَةَ مَعَ الْإِسْرَارِ. Fikir verin. Və israrlı olmaqla üzərində bir günahın. Kiçik günah da yoxdur. Yəni hansı günah olur olsun, sən onu davamiyyətdə edirsənsə, üstündə davamiyyət dayanırsansa, o artıq böyük günahdır. Çünki israr etməklə yanaşı kiçik günah deyə bir şey yoxdur. Elhamdülillah. Qardaşlar, keçən dərsdə də hər iki görüşdə də o məsələni vurğuladıq, yenə vurğulayaq. Yenə deyirəm, bu məsələlər elmi baxımından sən öyrənirsən ki, hansı günahlar böyükdür, hansı günahlar kiçikdir. Amma insan hər birində ciddi olmalıdır və hər birindən çəkinməlidir. Böyük, kiçik, hər birindən insan gücünün çatdığı qədər uzaq durmalıdır. Allah'tan gücünün çatdığı qədər qorxun. Sonra deyir ki, şeyx, həmən İbn Abbasın sözünü şərh eləyərək deyir ki, Əy li İbn Cərir an İbn Abbas. Yəni bu rəvayəti deyir İbn Cərir İbn Abbasdan gətirib, əl-kəbair kəthira. Yəni o mənada gətirib ki, böyük günahlar çoxdur. Konkret burada say deyil. Yəni böyük günahlar çoxdur o mənada. Fəhiyyə lis-700 əqrabu minhə ilə 7 və o 700-ə yaxındır. Yəni ki 7-yə. Fəl-kəbair leysət alə həddin səva. Və həmçinin qardaşlar bir şeydə şeyx indi növbəti bir məsələyə toxunur. Böyük günahlar da öz aralarında fərqlənirlər. Böyük günahlar da iki qismə bölünür. Onu deyir şeyx. Fəhiyyə tənqasimu ilə qisməyini fikir verin. Böyük günah, kiçik günah deyə iki yerə böldük. Şeyx deyir ki, indi böyük günahların özü də iki yerə bölünür. Əkbərul kəbair, ən böyük günahlar və onlardan şeyx dərhal zaten başlayacaq. Əkbərul kəbairdən başlayacaq. İnşallah onlara biz növbəti görüşlərimizdə toxunacaq. Və kəbair dunə zəlik. Yəni ən böyüklərdən daha aşağı olanlar var. Onlar da böyük günahlardır, amma şirk, küfür mərhələsindən aşağıdır. Şirk, küfür, bu kimi məsələlər daha yuxarıdır. Əkbərul kəbair. İnşallah o məsələləri təfsilatlı danışacağıq. Hansılar orada daxil. Və şeyx deyir ki, fəhunəkə əkbərul kəbair və hunəkə mə huvə
Kəbair və həsb. Şeyx deyir, burada ən böyük günahlar var və ondan biraz daha aşağı olan böyük günahlar var. Yəni böyük günahlar bir qism deyil. Qısa olaraq şeyx bunu deyir. Və fərqlənirlər. Amma böyük günahların sayı, şeyx deyir ki, böyük günahların və əmmə udduhə, onların sayı, böyük günahların fə innəhu yurca'u fihi ilə el-kitab və sünnə. Orada Allah subhanahu teala kitabına və sünnəsinə qayıdırsan və təbii ki, biz bildik ki, artıq onun da sayı məhdud deyil. Biz bilmirik onun sayı neçədir, böyük günahlar. Sonra şeyx deyir ki, sadəcə deyir, biz sənə bunu öyrədə bilərik ki, sənə bu qaydanı verə bilərik ki, o da İbn Abbasın dediyi 4 dənə məsələdir. Biz bu qaydanı sənə verə bilərik ki, sən bu əlamətlərdən bil ki, hansı əməl böyük günahdır. O da əvvəldə öyrəndiyimiz 4 dənə məsələdir. Allah subhanahu teala odla qadağan eləyib, haram eləyib bir şey və cəzasını odla göstərib və ya lənətlə göstərib və ya əzabla göstərib və ya dördüncü nə idi? Qəzəblə göstərib. Barakallahu fikum. Qəzəblə göstərib. Bu 4 məsələ ilə sən bilirsən ki, artıq o günah böyük günahdır. Sonra şeyx deyir ki, burada böyük günahlarda alimlər və qad əlləfəl uləmə fil kəbair müəlləfət. Çoxlu kitablar yazıblar. Fəl-Hafizə Zəhəbi, onlardan da İmam Zəhəbi. Biz əvvəldə toxunmuşduq, 3 dənə kitab gətirmişdi Şeyx Fovzan. Onları toxunmuşduq. Təzədən gətirir, toxunaq çünki böyük günahların sayı ilə əlaqəlidir bu kitablar. Deyir ki, Fəl-Hafizə Zəhəbi əvsaləhə, deyir, Hafiz Zəhəbi kitab yazıb. Qardaşlar, kitabımızın adı hal-hazırda oxuduğumuz Muhammed ibn Abdülvahabın Kitabul Kəbairdir. İmam Zəhəbinin də kitabı var, eyni bu adlandır. Kitabul Kəbair, eyni adlandır. Və deyir ki, həmən kitabda ilə əksəri min səbəinə kəbira. Həmən kitabda 70-dən çox böyük günah qeyd edilib. Deməli, biz bildik ki, böyük günahlar 70-dən çoxdur bu kitabla. Tamam, sonra وابن Cərir Əl-Heytəmi. Daha doğrusu وابن Həcər Əl-Heytəmi. İbn Həcər Əl-Heytəmi də kitab yazıb bu barədə. Kitabın adını demişdik, Əz-Zəvacir an İqtirafil Kəbair. Böyük günahlarda bu kitabı yazıb. Deyir ki, avsaləhə ilə əksəri min 400 kəbira. 400-dən çox böyük günah qeyd edib orada. Bu kitabla da biz bildik ki, böyük günahlar 400-dən də çoxdur. İbn Abbasın rəvayəti ilə bildik ki, 700-ə yaxındır. Yəni, say yoxdur. Say bilinmir. Və müəllif İbn Abbasın sözünü gətirmişdi və qeyd elədi. Amma əkbarul kəbair, yəni böyük günahların içərisində ən üst olan, daha da böyük günahlar hansılardır? Şeyx deyir ki, hiyə səb'ül mubiqat. Onlar 7 dənə həlak edici günahdır. Hansı ki, bayaqların vurğuladıq ki, hədisdə gəlib ki, 7 həlak edici günahdan çəkinin. Zaten İbn Abbasın da 700'ə yaxındır deməsi bu rəvayətə görədir. Gəlib bu rəvayəti soruşurlar ki, o 7'dir, yəni. Onda deyir ki, xeyr, o 700'ə daha yaxındır, nəinki 7'yə. Amma ən böyük günahlar 7'dir. Kəmə qalə sallallahu aleyhi ve sellem. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, İctənibu əs-səb'əl mubiqat. Sonra isə İbn Abbasın son sözünə keçir, ondan da bitirəcək inşallah. Sadəcə burada bir faydanı xatırlatmaq istəyirəm. O fayda da nə ilə əlaqəlidir? Biz dedik ki, bəzi alimlər saylar deyiblər və o saylara biz toxunduq. Məsələn, İbn Həcər, İdadısı, İmam Zəhəbinin 70'ə yaxın, 70'dən çox qeyd eləməsi kimi, İbn Həcər Heytəminin 400'dən çox qeyd eləməsi kimi. Həmçinin, məsələn, burada bəzi qövüllərə toxunaq. Abdullah İbn Amr deyir ki, böyük günahlar 9'dur. Diqqətlə qulaq asın, qardaşlar. İbn Məsud deyir ki, 4'dür. İbn Umardan rəvayət var, deyir ki, 7'dir. Və bu 7 dənəni qeyd edir, həlak edici günahlar. Bəzi alimlər də təfsilata geyiblər. Qısa olaraq onu vurğulayacağım inşallah. Diqqətlə qulaq asın. Məsələn, Əbu Talib Əl-Məkki adında alimlərdən biri olur və Hicri 400-cü illərdə təxminən, 300 neçənci illərdə yaşayır. Yəni 4-cü əsrdə təxminən. O deyir ki, mən sahabələrin qövüllərini cəm elədim bir yerə. Qardaşlar, diqqətlə qulaq asaq. Mən deyir, sahabələrin sözlərini bir yerə cəm elədim. Və gördüm ki, böyük günahlar 17'dir. Təfsilat var.
Və gördüm ki, sahabələrin böyük günahlara verdikləri sayı qeyd edib, cəm edib, gördüm ki 17-dir və onlardan 4-ü fil qalb, qəlbdədir. Qəlblə olan böyük günahları sayır burada şeyx. Deyir ki, əşşirku billah, Allaha şərik qoşmaq, əl-israr aləl-mə'siyə. İkincisi, asilikdə israrlı olmaq, əl-qunutu min rəhmətillah, Allahın rəhmətindən ümid kəsmək, əl-əmnu min məkrillah, Allahın qəzəbindən əmin olmaq ki, mənə gəlməyəcək. Rahatsan, Allah bağışlayandır, rəhimlidir və s. Bu fikirlər. Bunları ayrı-ayrı bablarda biz toxunacaq irəlidə inşallah. Deməli, bunlar qəlblə olunanlardır. Sonra deyir ki, 4 dənəsi də fil-lisən, dildədir. Dillə insanı törətdiyib, nədir? Böyük günahlar var. Diqqətən qulaq asaq. Görün nələr deyir. Şəhədətü zur, yalancı şahidlik. Və bugün nə gizlədir? Çoxalıb. Filan kəs yaxındır, mənim qardaşımdır, dostumdur, qonşudur, əmidir, dayıdır. Onun müsbət olsun deyə ona hansısa bir məsələ, onun xeyrinə yalancı şahidlik eləmək. İkincisi, qazful muhsanət. İffətli qadınlara iftira atmaq. Dillə olunan böyük günahlardandır. Əl-yəminul qamus. Yalan and içmək. Dillə törədilən böyük günahlardandır. Əs-sihr. Sehirlə məşğul olmaq. Sonra deyir ki, və sələsun fil batın. İnsanın qarnı ilə etdiyi 3 dənə böyük günah. Onlar da hansılardır? Şurbul xamr. İçki içmək kimi. Əklu məlul yetim. Məlil yetim. Yetimin malını haqsız yerə yemək. Üçüncüsü, əklu ribə. Riba yemək, faiz yemək. Bu üçü də böyük günahlardan da hansı ki, Adəm övladı onu qarnı ilə etir. Və isnəni fil farc. 2 dənəsi də var ki, insan onu cinsiyyət üzvü ilə eləyir. Əz-zinə vəl-ləvat. Zina eləməsi və Lut qövmünün əməlini etməsi kimi. Bu sözləri Əbu Talib Əl-Məkki deyir və deyir ki, mən sahabələrin sözünü belə cəm eləmişəm. Ona görə diqqət yetirək. Deyir ki, və isnəni fil bədən, daha doğrusu fil yədeyn, əllərlə edilən 2 dənə böyük günah var deyir. Əl-qatl, haqsız yerə bir insanı öldürmək, qətlə yetirmək, əs-səriqa, oğurluq eləmək. Bunlar da ikisi də böyük günahlardandır. Və vahidətun fir-ricleyn, və bir dənəsi də var ki, ayaqlarla edilir. Böyük günahlardandır. Əl-firaru minəz-zəhfi. Deyir ki, şeyx, döyüş meydanından qaçmaq. Ayaqla olunan böyük günahlardan. Və vahidətun, və bu da axırıncısıdır, fi cəmi'il bədən. Fikir verin. Bütün bədənlə olunan böyük günah. Şeyx deyir ki, uququl valideyn. Valideynin üzünə ağ olmaq. Allahu akbar. Bütün bədənlə olunan asilikdir. Yəni, qısa olaraq alimlərdən bu cür təfsilat verənlər də olub. Hər bir halda biz yekun olaraq o nəticəyə gəldik ki, böyük günahların konkret bir sayı yoxdur və həmçinin hər bir kiçik günah da onun üzərində israrlı olmaqla böyüyə bilər. Şeyx o məsələyə də toxunacaq. Bundan da inşallah bitirək. Deyir ki, və əmmə qavluhu la kəbirətə mə'al istiğfar. Amma İbn Abbas dedi ki, Allahdan bağışlanma istəməklə yanaşı da böyük günah yoxdur. Yəni, hansı günah olur olsun, sən ondan sonra Allahdan bağışlanma istəsən, tövbə eləsən, o böyüklüyündə qalmır. Şeyx özü izahlayır. Deyir ki, fəhəzə ya'ni ənnə mən istəğfərəllahə sadiqan min qalbihi təbəllahu aleyhi və məhə anhu zənbəhu. Fikir verin. Deyir ki, yəni mənası odur ki, kim Allahdan bağışlanma istəyərsə, sadiq olarsa, səmimi qəlbdən eləyərsə, Allah subhanahu teala onun günahını pozar və onun tövbəsini qəbul eləyər. O günahı etməmiş kimi eləyər Allah subhanahu teala. وَالصَّغِيرَةُ لَا يُتَسَاهَلْ بِهَا لِأَنَّهُ in istamarra aleyha murtakibuha. Fikir verin. Deyir ki, kiçik günahlarda da israrlı olmaq olmaz. Çünki o kiçik günahı eləyən, onun üzərində israrlı olanda fəhiyə ta'zumu və tusbihu kəbirətən. O əzəmətləşir Allah qatında və böyük günahlardan yazılır. Fələ yənbəği ən yətəsəhələ bihəl insan. İnsana yaraşmaz onda deyir, səhlənkarlıq eləsin kiçik günahlarda. Nəyə görə? Li'ənnəhə qad təcurruhu iləl kəbər. Çünki o insanı sürükləyib aparır böyük günahlara. Kiçik günahlar insanı sürükləyib aparır böyük günahlara.
فَلْيَحْزَرُ الْاِنْسَانِ مِنَ الْمَعَاسِ سَوَاءً الْكَبَائِرْ اَوْ الصَّغَائِرْ. İnsana yaraşan odur ki, möminə yaraşan odur ki, bütün günahlardan uzaq dursun. İstəyir kiçik olsun, istəyir böyük olsun, fərq qoymasın. Qalə Teala, Allah Subhanahu taala buyurur ki: "Velakinnallaha habbaba ileykumul imana ve zeyyenehu fi kulubikum." Allah Subhanahu taala sizə imanı sevdirdi və onu sizin qəlbinizdə gözəl göstərdi, gözəlləşdirdi. Sonra buyurur ki Allah Subhanahu taala: "Və kerraha ileykumul kufra vel fusuqa vel isyan." Və Allah Subhanahu taala sizdə küfrə, günahlara və Allaha asi olmağa qarşı nifrət oyatdı. Subhanallah. Nifrət oyatdı. Ona görə mömin fərq eləmir. Fikir verin, ayədədir ki, küfrə, fusuq və isyan. Bayaq dediyimiz məsələ burada gəldi, qardaşlar. Allah Subhanahu taala'nın günahları əslində 3 yerə bölməsi. Küfür, böyük günahlar, kiçik günahlar. Baxın, Şeyx Fovzan, necə ki, təkfirçilər çox vaxtı Şeyx Fovzandan istifadə edib, arxasında gizlənmək istəyirlər. Şeyx Fovzan, baxın, bu ayəni necə izah edəcək? Havaricilər kimi böyük günahlarla küfrü eyni tutmayacaq, necə ayıracaq? Baxın, deyir ki, ayədə keçən əl-küfur əkbərul kəbair, ən böyük günahlardır. Fikir verin, şirk kimi, küfür kimi, olardı deyir qəsd olunan. Vəl-fusuq, və əmməl-fusuq, fəl-muradu bihi əl-kəbair əlləti dunəl-küfur. Küfürdən aşağı olan böyük günahlardır deyir fusuqdan qəsd olunan ayədə. Deməli, küfür ayrıdır, böyük günahlar ayrıdır. Şeyx Fovzan da ayırır. Vəl-isyan vəl-muradu bihi əs-səğair. Amma ayədə keçən isyan, hansı ki Allah Subhanahu ona nifrət oyadıb bizdə, o da kiçik günahlardır. Son olaraq, deməli, bayaq dedik ki, İbn Abbasdan 2 dənə rəvayət var. Birində dedi ki, sual veriləndə böyük günahlar 7-dirmi? Dedi ki, o 700-ə yaxındır, nəinki 7-yə. İkinci rəvayət də bu idi. Deyir ki, İbn Abbas və bu rəvayət də Abdurrazaqdan gəlir. Deməli, o deyir ki, İbn Abbas dedi ki, hiyə ilə səb'inə əqrabu minhə ilə səb'i. O 70-ə yaxındır. Bayaq demiş ki, 700-ə yaxındır. 2 dənə rəvayət var. 70-ə daha yaxındır, nəinki 7-yə. Və Şeyx bunu da qısa olaraq izah edir. Deyir ki, fəl-kəbairu mə husirat bi'ədədin. Yekun olaraq Şeyx yekunlaşdırır məsələn. Deyir ki, biz bildik ki, böyük günahların sayı müəyyən bir hədlə həsr olunmayıb, bilinmir. Lakin tandabit بهذا الضابط الذي روي عن ابن عباس رضي الله عنه واختاره المحققون كابن تيمية رحمه الله وغيره من أهل العلم. Lakin deyir, bu qaydanı əvvəldə öyrəndiyin o 4 dənə, İbn Abbasın dediyi 4 dənə hal, onları deyir, qayda olaraq götür və hansı günahda o 4 əlamətdən birini görsən, bil ki, o günah böyükdür. Hansında isə onu görməsən, bil ki, o kiçik günahdır. Necə ki, deyir, bunu, bu 4-ünün qayda olaraq götürülməsini mühəqqiqlər seçib. Fəqihlər bu görüşdədirlər. Onlardan da misal verir, deyir ki, İbn Teymiyyə kimi və başqa elm əhlindən olanlar bu görüşdədirlər. Bu 4 dəməsdən əlamət olaraq götürürsən. Doğrusunu Allah bilir. Allah Subhanahu teala eşidib faydalanmağa müvəffəq eləsin. Allah Subhanahu teala danışdığımızda, dinlədiyimizdə ixlaslı etsin və sevib razı qaldığı əməllərə bizi yönəltsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk.